Akşam Zengi. Vay 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 Demet ablam hoş geldin. Otur be şöyle, Gucci takımlar şekilsin öyle. Kıyakmış ablam, bana da söyle. Ragaton, rap, pop ya da rock, yaptım hepsini sizden uzak. Kuruldu kankam, kurdu tuzak. Daha kaz gelecek lan ne salaksın. Benim dahil, sevin bari. Gökçeada'ya gel verim daire. Bir pansiyonda evim gari. Alamadım hala bir Ferrari. Sen yedin nani. Ne olacak evin hali. Dönmüş bir ton film dahi. Ayarladım 5 film tahi. Yerinde dur, o seni bulur ya. Biri olur, ellerin olur ya. Caddede tur, nasıl unutur ya. Konuş otur, eller avutur ya. Sormadım şimdi kimle nerede. Bir şey duymadım ve görmedim. Onu utandıran bu cümlelerde. Gözleri kısılıyor gözleri. Özledim ben seni özledim. Bir minik tuttu sözlerini. Yazdı tam kalbin üstüne. Sar beni sar sana göstereyim. Yerinde dur, o seni bulur ya. Biri olur, ellerin olur ya. Caddede tur, nasıl unutur ya. Konuş Beğendim. Geçen. Necəsiz? Bu akşamınızda çok geçen, güzel enerjiyle başlasın. Bu akşam sizinle kim paylaşır? Ben Ellada Eyvazova şəxsən MTV Azərbaycanda. Güzel sehirli çubuğum var. Biraz buradan dartıram, biraz oradan sürtürəm, biraz burasını düzəldirəm. Oluram güzel göçək qız. Ay Allah. Ne deyirik? Akşamınız xeyir deyirik akşam zəngində. Xoş gördük hər birinizi. Akşam zəngidirsə telefonlar əlimizdə 012 404 84 74 nömrəsində siz zəng vurursunuz, mən sizə alo deyirəm. Alo deyirəm ki, sizə gözəl hədiyyələri bəxş edim. Gününüzü daha gözəl edim. Söhbətlərimizi şirin edim və ən əsası təbriklərinizi ünvana çatdırım. Bilavasitə şəkillərinizi böyük ekranda göstərim. Gecəni çatdım səhərə, daha çətin ki düzələr. Gəmilər çıxdı Xəzərə, vurdu üstümə ləpələr. Elə bil qəsdən kimsə günahkar, səbəbi sənsən xasiyyətin atkar. Nəyə toxundusa edir çat-paçat, bu bir oyundusa kimdi şah və mat. Dale kundale. Öldürər məni əvvəl axır, bir qədəh yenə gözlər axır. Oysa rəqs edir ağır ağır, bitəcək mi bu dəlin axır. Öldürər məni əvvəl axır, bir qədəh yenə gözlər axır. Oysa rəqs edir ağır ağır, bitəcək mi bu dəlin axır. Al final ella me matará. Baila y mis ojos brillan más. Me destroza y causa dolor. Será el fin de este amor. Al final ella me matará. Baila y mis ojos brillan más. Me destroza y causa dolor. Özü kimi mahnısı da çox hayasız amma çox şirindir. Elvin Babazadəni dinlədik sizinlə. Mən elə gəlir ki, ən son mahnılarından çıxartdığım mahnısı məhz öz əhval ruhiyyəsindədir. Desin, gülsün, oynasın, qaynasın, qarışsın. Siz bir də onu tək olanda görün. Öz aləminə çəkilir, nə səsi çıxır, nə səmiri. Amma o ki, belə kameranı görür, elə bildirilir. Nə deyirik? Hər kəsi salamlayırıq. Ekran önündən kimi izləyirsiniz? Ellada Eyvazovanın təqdimatında Akşam Zəngini izləyirsiniz dostlar. 012 404 84 74. Zəng səsi doğrudan zəngdir yoxsa? Ay Allah, nə deyirik? Alo deyirik. Alo. Elmira xanım. Bəli. Deyir ki, ölürəm aman, yanıram aman, Esmira. Biz də onu eləyək, Elmira. Necəsiz Elmira xanım? Bəli, eşidirəm. Bəli, Şirin, hardan zəng vurursunuz ay Elmira xanım?
Mən Mingəçevir şəhərindən zəng vururam. Ay sizə qurban olaram, salamlayırıq sizi də Mingəçevir şəhərində yaşayan hər kəs. Çox sağ ol, mən sənə qurban olaram. Can. Mən səndən böyüyəm. Elmira xanım, Bəli, bugün kimi təbrik edirik, kimə salam deyirik? bu günlərim mənim nəvəm Məhəmmədi. Bugün onun 8 yaşı tamam olur. Maşallah, adı ilə böyüsün inşallah. Bir Çox sağ nəvəniz ol. üçün ürəyinizdən keçən arzulardan, diləklərdən, istəklərdən. Mən istəyirəm ki, bugün onun 8 yaşını təbrik edeyim. Aha. Ona uzun ömür, can sağlığı, xoşbəxtlik arzu edeyim. Dərslərində nailiyyətlər, 4-cü sinifdə oxuyur. Amin deyək, maşallah. Gözəl arzularınıza biz də qoşuluruq. Əlbəttə ki, Məhəmməd bəyimizə, bəyliyə Çox yaraşar sağ ol, formada çox sağ ol. böyüməyini, yetişməyini arzu Onun edirik. mən Elmira nənəsi, bir də Əli babası təbrik edirik. Ay Allah, biz də nənəsini də, babasını da bağrımıza basıb qucaqlayırıq. O sizi də təbrik Çox sağ ol, edirik ki, çox sağ gözəl, ol. göyçək, Siz də- yaraşıqlı bir siz də nəvəniz var. sürüş. Çox sağ ol. Siz var olasınız. İstək nəğməniz var Elmira xanım? Ha? İstək nəğməniz var? Nəyiniz? Nəğmə, mahnı. Hə, biz əslən Ağdamlıyıq, amma Mingəçevirdən məcburi köçkünük. Mən xahiş eləyərdim, o çox sevir Ağdama getməyi. Ağdama aid elə bir parça şeir verəsiz. Sevə-sevə, niyə səsləndirmirik ki? Buradan bütün Ağdamlıları da salamlayırıq bu arada. Çox sağ ol, öpürəm sizi. Mən sizə təşəkkür edirəm gözəl zənginiz üçün. Zəngimiz başlayır. Deməli, nə etmək lazımdır? Çox aktiv şəkildə telefonda qalmaq və telefonda 012 404 84 74 rəqəmlərini yığırsınız. Əlim də zərlidir, görsən. Mən bəzəkli qızam, zərliyəm. Bəli, buradan siz zəng vurursunuz. Mən də deyirəm, alo, kimdir, hardan yığmışsınız, nə istəyirsiniz soruşmuram, birbaşa soruşuram. Kimi təbrik edirsiniz? Biri eli dolu güzel, biri dola bilmez. Yeri dünya oldu benim gözümde, bana göre özel. Biri eli dolu güzel, biri dola bilmez. Yeri dünya oldu benim gözümde. Ona ben layıkım, bu eşke sadıkım. Severem gizli gizli, dönerem aşıka. Alırım könlünü, okşayır zevkümü. Sevgisi aram aram, bezeyir ömrümü. Bana göre özel, biri eli dolu güzel, biri dola bilmez. Yeri dünya oldu benim gözümde. Bana göre özel, biri eli dolu güzel, biri dola bilmez. Yeri dünya oldu benim gözümde. Baxışın cəlbedər, yol açar qəlbimə. Danışım bircə bircə, həmdəm ol dərdimə. Naz edirsən demə, küsməyin xeyrinə. Toxuna incə incə, qala o qeydinə. Mənə görə özəl, biri əli dolu gözəl, biri dola bilməz. Yeri dünya oldu mənim gözümdə. Mənə görə özəl, biri əli dolu gözəl, biri dola bilməz. Yeri dünya oldu benim gözümde. Döne döne neçə dəfə dedim yenə də özümə. Mənə görə o bir dənə Nağıl olur həyat onunla. deyil bu his elə belə. Sevə gərək qədir bilə, gülə gülə gətir dilə. Güzel olur hayat onunla. Qara göz dilbər mahnısı. Ey nazlı dilbərim, ey ahu gözəlim, qalmadım kən məndə sən dinəndə. Hə, gözəl mahnıdır. Zildir bizim üçün, amma eybi yox. Biz zillərdə, yüksəklərdə gəzənlərdənik.
Alo deməliyik deyə, alo. Bəli, olsun. Alo. Salam aleyküm. Aleyküm salam Məhəmməd bəy. Naxçıvandan gəlmişəm, Zulfa rayon Göydərə kəndindən. Ay, nə gözəl. Nə yaxşı eləmişsiniz. Xanımın, yoldaşımın ad gününü təbrik eləyirəm. Xanımımızın ad gününü təbrik edirsiniz. Bəli, necəsiz? Yaxşıyıq, siz necəsiz? Sağ ol, yaxşı, ella da qız. Ay Həmişə can. baxıram sən verilişən. Ay Allah, sizə Maşallah. qurban olaram mən. Təki siz həmişə baxasınız o gözəl gözləriniz. Bir saat baxıram sən verilişən. Səhər verilişindən niyə qaçdın? Niyə getdin? Ha, səhər verilişindən? Səhərlər həkimlərə gedirəm Ha. ona görə. Hə, Allah canını sağ eləsin. Amin cümləmizin. Eləsin da bə, eləsin. Başımın, o günün təbrik eləyirəm. Xanımın adı nədir Əzizə Məhəmməd adı. bəy? Xanımın adı, xanımın adı. Xanımın adı Əzizədir. Ahuzə? Əzizə. Əzizə. Ay Allah, Əzizə. həmişə əziz olsun. Ay Məhəmməd bəy, həmişə üzü Sağ ol. görsün. 78 yaşına geçsin. Ay 68. maşallah. Neçə ildir evlisiniz? 46 ildir. Ay Allah, bu 46 ili nətər yola getmisiniz? Canına başına. Canla başla. Ay Allah, bir coşku dolu alqışlar gəlsin o zaman. Mehribanzasına yol. Elə qoşa qalırıq. Ayrı adamımız yoxdur. Hə, ay Allah. Həmişə bir yerdə olasınız. Ay Məhəmməd bəy. Sağ olun, sağ olun. Məhəmməd bəy. 100 yaşasın. Amin, Siz də amin. təbrik eləyin. Sağ Məhəmməd olun. bəy. Bəli. İlk dəfə onun pişirdiyi yemək sizin üçün hansı olub? Pişirdiyi dolma, dolma. Dolma, ay Allah, nuş olsun. Süfrəniz həmişə bərəkətli Sağ olun. olsun. Həmişə sevgi içində olasınız. Üç bacı dolması, üç bacı dolması, Naxçıvan qavurması, hər şey hazırlayın. Hər şey Maşallah, maşallah. O gün olsun sizin süfrənizdə mən də oturum. Təşəkkür edirəm gözəl zənginiz üçün ay Məhəmməd bəy. Gördünüz 46 il insanlar bir yerdədirlər və 46 ildir can deyib can eşidirlər. Əlbəttə ki, bu o demək deyil ki, hər saniyəsi mehribançılıq içində olub. Əminəm ki, hər kəs bir-birini boşamaq istəyib, amma deyib yox. Biraz da keçsin düzələr, biraz da keçsin. O düzələrlə də hər şey düzəlib. Bir gün dolma duzlu olur, bir gün dolma şirin olur, bir gün dolma ləzzətli olur. Ən əsası isə söhbətlər gəlir, şirin şəkər olur. Kehli uçar dağlarını buludan taşlarından kehli uçar kehli uçar tarlalar etir saçan etir saçan etir saçan tarlalar etir saçan etir saçan etir saçan sinesinden arpa çayı kucağından araz geçer hansı mekandır O Naxçıvandır, Nəxşi cahandır, Azərbaycandır. Bu Naxçıvandır, Nəxşi cahandır, Azərbaycandır. Bu gözəl şirin kəlmələrimizlə bütün Naxçıvanlıları, başlayaraq kimləri sonra Mingəçeviriləri salamladıq, Ağdamlıları salamladıq. Ağdamdan qısa bir şeir sətir istəmişdi bizdən. Düzdür, şeir oxumaq üzərə mütəxəssis olmasam da, gəlin bir yerdə tapdığımız gözəl sətirləri oxuyaq Ağdamımız haqqında. Deyir ki, yaman kövrəlmişəm bu axşam yenə. Gözəllər gözəli yadıma düşdü. Cüyürlü meşələr, ceyranlı düzlər, vüqarlı Ağdamım yadıma düşdü. Mən sevmişəm, sevilmişəm o yerdə. Görüş yerim, xatirəm var o yerdə. Odum, közüm, ocağım var o yerdə. Niskilli, necə dözüm, Ağdamım. Şəlli narım, afətinin yemişi. Nə tez döndü bu dünyanın gedişi.
Belə olmuş dünyamızın gərdişi, dağ dözümlü, şah vüqarlı Ağdamın bütün Ağdamlıları salamlayırıq və bizə bol zənglərinizi, zəng etməyinizi deyirik ki, zəng edəsiz, biz də sizə alo deyək sevgi dolu. Laydır bu güzel ad sana yalan, ne güzel yaraşır ad sana yalan. Laydır bu güzel ad sana yalan. Senin de bir başka saadetin var, musiki diyarı sana şöhretin var. Senin de bir başka saadetin var, musiki diyarı sana şöhretin var. Nece geldim imaretin var, ne güzel yaraşır ad sana yalan. Layıktır bu güzel ad sana yalan. Nece geldim imaretin var, ne güzel yaraşır ad sana yalan. Layıktır bu güzel ad sana yalan. Buradan unutmuruq ki, bizi hər bir gözəl zonalarımızdan, qüşələrimizdən, şəhərlərimizdən, elimizin, yurdumuzun qarış-qarış bütün torpaqlarından izləyənlər var. Sizdən də gözəl zənglər gözləyirik. Necə deyirdilər orada? Gələcəm deyirsən, gəlmirsən, hardasan ay Gəncəli? Bir zəngin gəlsin, söhbət eləyək səninlə. Gəldi. Gəncəli olmasa da yəqin ki, hardansa gözəl. Naxçıvanlılar bugün çox aktivdir. Alo. Alo. Nadar bəy? Bəli, Madar. Bəli. Bəli, Şirin, necəsiz? Sağ ol, siz yaxşı olun. Neyiniz, siz nə iş görürsünüz? Ay, nə xoş mənə. Nə işlə məşğulsuz gözəl Naxçıvanda? Özüm müəllim işləyirəm. Müəllim, nə üzrə? Bəli. Hərbi müəllimiyəm, hərbi rəhbərəm. Hərbi? Bəli, bəli. O zaman coşqu dolu bir alqışlar gəlsin sizə və sizin kollektivinizə. Sağ ol, çox sağ ol, təşəkkür edirik. Biz sizə təşəkkür edirik, gözəl dəyərli zamanınızı ayırmışsınız. Çox sağ ol. Baxın, necədir, çətindir uşaqlarla işləmək. Belə də yaxşıdır, biz zövq alırıq. Demək olar ki, uşaqlarla işləmək bizə çox xoşdur. Maşallah, həmişə belə xoş olsun. Çox sağ olun. Bugün kimi təbrik eləyirik? Bugün qızım Ayanın 14 yaşı tamam olur. Onu ad günü münasibətilə sizdən bir mahnı istəyərdik. Sevə-sevə, niyə səsləndirmirik ki? Bir ona gözəl xoş arzularınızdan, dirəklərinizdən. Çox sağ ol, minnətdarıq. Bizim demək onun ad günü münasibətilə sizdən Ağadaşdan bir dənə mahnı istəyərdik. Ağadaşdan? Ağadaş Ağayevdə, bəli. Sevə-sevə səsləndiririk. Buradan Ayan balamızı öpürük. İnşallah ki, atasını həmişə sevindirər və üzünüzü güldürər. Evinizin aynası çöldə isə sizin tərbiyənizdən, təhsilinizdən, duruşu ilə, qaməti ilə danışar. Nə deyirlər? Ayan, ayan şirin, ayan baldan şirin, ömrün olsun şirin. Bizim isə şirin olan məqamımız, reklamlarımız var. Sonra görüşərik. Uzağa getməyin bizdən. Akşam Zəngi. Dodağına gülüş qolub, gülüşünə qoşulmuşam, gülüşünə qoşulmuşam, gülüşünə qoşulmuşam, qoşulmuşam. Nədir qüssə, nədir kədər, ömrü günü xoş olmuşam, ömrü günü xoş olmuşam, ömrü günü xoş olmuşam, xoş olmuşam. Könlüm qəmin eylər, dilim nəğmələr söylər, tək mənə bircə kəlmə sevirəmdir. Könlüm qəmin eylər, dilim nəğmələr söylər, tək mənə bircə kəlmə sevirəmdir. Söhbət eləmişkən, deməli, bayaqları deyirəm ki, mən nə istəyirəm? Könlümdən bir gözəl tutuluşu keçir. Özdə danışan tutuluşu istəyirəm. Erdelində buna papuqay deyirlər. Mahnı var idi. Soğuk magazində, vağzalın tinində bir tutu quşu çorta getmişdi qızıl qəfəsdə. Ay yaşı 135, ləqəbi Bangladeş, nər taxtdan görəndə ürəkdən qışqırır şeş-beş. Candı baldı fala baxandı seyri papuqay, süzür vurur ürək yananda Seylonski çay. Deməli,
Bu papuqaydan mən də istəyirəm. Deyirəm ki, belə rəngli olsun, qəşəng olsun, amma danışanından olsun. Onu böyüdüm, belə qaçsın, atlansın, düşsün. Mən deyirlər ki, bir dənə efirdə atlanıb düşən var, o da bəsdir. Evdə də elə danışır özü, bəsimizdir. Dedim, nə olar ki, səsimə səs versin, hayan olsun. İt qoymurlar ki, evi batıracaq, bala çatdırmayasan arxasıca, evdə olmursan. Dedim, eybi yox, tutu quşub bütün günü məndə yolla da gedər. Bir ona baxarsınız, bir mənə baxarsınız. İndi görək də, Şaxta babaya niyyət eləmişəm. İlahi, mən oradan bir dənə tutu quşu göndər. Rəyli olsun, qəşəng olsun, yanaqları da qırmızı olsun. Adını nə qoyarıq? Gəl, ad fikirləşək. Görək, tutu quşum olsa adını nə qoyacaq? Salon tenində bir papuqay şuruta getmişdi qızılı qəfəsdə. Zalazində, bax salon tenində bir tutuquşu şuruta getmişdi qızılı qəfəsdə. Yaşı 135, ləqəbi Bangladeş, Nəftaxda görəndə ucadan qışqırır şəşi beş. Ama yaşı 135, ləqəbi Bangladeş, Nəftaxda görəndə ucadan qışqırır şəşi beş. Nəftaxda görəndə ucadan qışqırır şəşi beş. Canlı balığı fala baxan oldu seyri papuqay. Süzür vurur ürəyi yananda Seylonski çay. Canlı balığı fala baxan oldu seyri papuqay. Süzür vurur ürəyi yananda Seylonski çay. Ən çox sevdiyim mahnılardandır. Bu arada heç də pis nərd taxtada oynamıram deyə bilərəm belə. Arada Mars da eləyə bilərəm belə, arada söhbət də eləyə bilərəm, amma nərd oynamağı çox xoşdurum. Ümumiyyətlə stol-üstü oyunlarını çox sevirəm. Düşünürəm ki, ailəni, ortamı, hamını bir araya gətirir. Biz isə nə ilə hamını bir araya gətiririk? Axşam zəngi ilə 012 404 84 74 deyən gedim zəngim var. Bir dənə alo deyim qayıdıram sizə. Alo. 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 Gözəl qızım, Ellada xanım, axşamınız Necəsiz ay Gülşən xanım? Yaxşıyam, şükür olsun, həmd olsun Allaha. Ay Allah. Sən qızım. Tək həmişə belə şükür olsun, yaxşı olasınız Gülşən xanım. Oradan zəng vurursunuz. Çox sağ ol qızım, gözəl qızım. Çox qəşəng veriliş aparırsan. Can, hardan zəng vurursunuz? Mən Lökbatandan zəng vururam. O zaman bir coşqu dolu ateşli salamları göndərək Lökbatana. Ay çox sağ ol, ay çox sağ ol. Qaradağ rayonu. Nə gözəl, Qaradağ rayonunda salamlayırıq, hər kəsi tək-tək salamlayırıq. Bilavasitə yeni biznes açanları da salamlayırıq. Balaca biznesiniz inşallah çox budaqlı olsun, böyüsün, artsın. İnşallah, inşallah. Gözəl qızım, mən Ay can. nəvəmin ad günüdür. Ən xoş günümdür, sevincli günümdür. Çox sevinirəm. Allah hamının nəvələrini xoşbəxt eləsin. Mən də nəvəm onların Adı içində. nədir? Bəli. Adı nədir? Adı da elə Gülşən xanımdır. Ay Allah, Gülşən balaca xanımımızı da təbrik eləyirik biz də. Aha, çox sağ ol qızım, gözəl Gülşən Ellada xanım, balam. gözəl balaca adaşınıza nə arzu eləyirsiniz? Bir sandıqdan tökün belə pambıqları gözəl-gözəl. Düzün Aha. görək nələr var orada ürəkdə. Ona əvvəla can sağlığı, sonra işində uğurlar arzulayıram. Həyatda ən gözəl nemət can sağlığı, sonra da xoşbəxtlik arzulayıram. Arzu eləyirəm ki, onun toyunda iştirak eləyim inşallah. Nəvələrimin hamısını. Aha, qızım, Ay can. Allah sənə can sağlığı versin. Çox sevinirəm. Nə yaxşı oldu ki, sizin verilişinizə düşdüm. Onu bu günləri babaları təbrik eləyir, nənələri təbrik eləyir. Xalası, bibiləri təbrik eləyir, atası, anası, bacısı, iki bacıdırlar. Allah hamının canını sağ eləsin. Amin. Onlara da Allah can sağlığı versin. Dedim görün bir zəng eləyim. O zaman biz də nə deyirik? Deyirik ki, gün o gün olsun balam, toy düyün olsun balam. İnşallah. Bizim gəlinimizin 5 oğlu olsun, bizim bəyimizin 9 oğlu olsun. Nəticə İnşallah. görəsiz, kötücə görəsiz inşallah. İnşallah. Çox sağ ol qızım, çox sağ ol. Təşəkkür edirəm. Təbriklərinizə qoşuluruq. Gözəl keçən nəvənizə də bir filmə bilet hədiyyə eləyirik. Nə deyirik? Gözəl mahnılarımızdan da səsləndirək. Təbrik eləyək, gözəl Göyçək Gülşən nəvəmizi. Bu arada türk müğənnilərindən bir Gülşən xanım var, səhv eləmirəmsə. Ondan da gözəl bir nəğmə səsləndirə bilərik. Aygündən istəyib, nə gözəl. O zaman Aygün Kəsimovadan mahnı dinləyirik. Hansıdır bu, hansı mahnısıdır?
Ay gün. Yok hiç kime ihtiyacım var parıldayan tacım. Aydır benim tek sirdaşım. Karanlıklar yoldaşım. Güneştek ben otlanaram. Eğer kimse söz dese əslində sevgim sonsuzdur. Beni seven herkese. Güneşem yoksa ayam ben. Gündüzem ya geceyem. Hem güneşem hem de ayam. Her sözümle ay günem. Ah bu gece hiç biter mi? Gören gündüz görer mi? İçimde yanan alovlar. Buzla söner mi? Geceler düşende, yalnızlık gelende, semada ulduz tek parlaram. Seher açılanda, gün üfürükte doğanda, bilin ki hem günem hem ayam. İçimdeki ateş sönmez, ümitlerim tükenmez. Gönlümün sevdiklerine isti soyuk fark etmez. Güneşem yoksa ayam ben, gündüzem ya geceyem. Hem güneşem hem de ayam. Sizi seven ay günem. Gün elada sizinlədir. İstədim bir tac tapım başıma qoyum, tapdığım 3 dənə yarpaq oldu. Onu da hardan qoysam olmur. Oxşuyur taca. Oxşuyur, hə. Bu şeydir, tutuquşunun yeridir. Görsən bax, budaqlar. Hansı onu işarətdir, əlamətdir. Alo. Salam aleyküm. Aleyküm salam, kimlə danışıram? Salyan rayonundan Qasımdısın ərazili. Salyana, coşqu dolu salamlarımızı yollayaq buradan. Çox sağ olun, çox sağ olun. Qasım bəy, xoş gördük. Yuxarı Noxtu kəndindəndirsin ərazili. Aha. Mənim əmim belə deyim də xanım. Əslində belə şeylər bura demək olmaz. Prosta mən əmimi təbrik eləmək özümə borc verdim, yana zəng etdim sizə. Bəli. Mənim əmim vətən müharibəsi iştirakçısıdır. Aha. Mən bunu əmmimi buradan salamlayıram. Bir də ki, belə deyim də sizə, qazilərə dair bir mahnı qoydurmaq istəyirəm. Prosta yəni ki, mənim də ürəyimdən keçən bir mahnı var. Mən qəribəm mahnısı. Mən qəribəm. Bəli, Olsun. Bir gözəl, həm bütün veteranlarımızı səsləndirə biləcəyimiz, Çox sağ olun. həsr edə biləcəyimiz, həm qazilərimizə, gənc əskərlərimiz üçün bir nəğmə səsləndirək sevə-sevə. Əlbət ki, sizin əminizin də əllərindən öpürüb, bizi qoruyub, keşiyimizdə durub. Bəli. Əlbət onun əziyyəti bizim üçün çox dəyərli və böyüdür və sizin də istədiyiniz o nəğməni sevə-sevə səsləndirərik. Yəni, belə deyim də, cəsur döyüşçümüz olub həqiqətən də. Maşallah deyirik. Allah can sağlığı versin. Çox sağ olun. Üzünüzə Allah təbəssüm, evinizə isə gözəl günlər nəsib eləsin. Sevə-sevə Mən qəribəm mahnısını da səsləndirərik. Niyə səsləndirmirik ki? Tək ki sizin könlünüzə xoş gəlsin. Bir daha bilavasitə sizin simanızda bütün salyanlıları da salamlayırıq. Salam olsun bizi izləyən hər kəsə, hər bölgəyə, hər şəhərə, hər ailəyə birlikdə dinləyirik gözəl nəğməmizi. Düşdüm elə dərdə qəmə, dərdimi aldım qələmə. Qırdı ümidlərimi həyat, məqsədi yıxmaqdır demə. Mən qəribi, mən qəribi, mən qəribi, ay mən qəribi. Canım bu dünyadan bezər, fələkdə bir yanına nəzər. Bir qıza vermişdim ürək, ağlıma gəlməzdi üzər. Mən qəribi, mən qəribi, mən qəribi, ay mən qəribi. Qəribi, 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 mən qəribi, mən qəribi, mən qəribi, ay mən qəribi. Bilirsiniz hansı mahnı yadıma düşdü? Dünəndən onu çox bəyənmişəm, adını yadımda saxlaya bilmədim. Bəlkə yadınıza düşər uşaqlar sizin. Dünən bizdən bir mahnı istədilər. Dedim, nə gözəl mahnıdır. İlk dəfə idi eşidirdim. Qəribə belə həyati sözləri var idi. Biraz oynaq idi, amma yeni aranjmandaydı sanki. Hansı mahnı idi o?
Adı da qəribə idi. Belə həyati sözləri var idi, qəşəng. Dostlardan danışdı, insanlardan danışdı. Hansı mahnıdır siz Allah görün? Bu dünyaya alimlər də gəlmədi, o idi. Yox, o deyil idi, o deyil idi. O deyil idi. Bir dənə də mahnı istəmişdi bizdən izləyicimiz. Yadımdadır. Özdə Naxçıvanlı idi yığan o mahnını istəyən. Mənim də xoşum gəldi o mahnıdan. Bəlkə yadınıza düşər. Görün playlistdə dünəndən nələr var orada. Hardan tapmışdınız o mahnını? Bəlkə tapdınız. Hə, belə aşıq sayağı bir mahnı idi, amma yeni aranjmandaydı. Maraqlı idi, sözləri gözəl idi, yadıma sala bilmirəm. Gözəl izləyicimiz, dünən bizə zəng vurmuşdunuz. Bir daha zəng vurun, zəhmət olunsa o mahnı sifariş edin, biz də dinləyək, sevə-sevə. Mahnının adı yadımızdan çıxım. Amma çox bəyənmişdim mahnını. Ay Allah, dedim sizə hələ onu belə seyv eləyin, mən də onu dinləyim. Nə deyirik? Alo. 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 Həlimə xanım. Bəli. Ay Allah, dərdlərimizin dərmanı xanım, necəsiz? Yaxşıyam, sağ ol qızım. Siz necəsiz? Şükür, mən də yaxşıyam. Hardan sən vurursunuz? Həmişə yaxşı olasınız xanım. Xanım, mənim təbrikim var. Həlimə xanım. Bəli. Hardan zəng vurursunuz axı? Hövsan qəsəbəsindən zəng edirəm Ay sizə. Allah, o hövsan soğanlarının tam vaxtıdır. Cəmaət xəstələnib, datlı yesinlər. Salamlayırıq buradan hər kəs hövsanda yaşayan. Çox sağ ol qızım. Yanında piti də datlı olardı. Buradan şəkillər də bir salamlayaq. Qırmızı soğanlarımızın yanında ləzzətli yeməklərimiz elə dadlı, ləzzətli olur ki, süfrəmiz də təmli olur bol. Qabaqlarından qəşəng olur. Hər şey dadlı olur. Hələ bir də nar sokunu süzürsən o soğanın üstünə belə doğranmış. Çox gözəl, çox dünya gözəl. sizindir, dünya mənimdir, ağzımızda ləzzətlidir. Söhbətlərimiz də şirindir Həlimə xanım. Çox sağ ol qızım. Kimi təbrik edirik. Mən xalam oğlu Vaqifin bu günləri 60 yaşı olur. Ay maşallah. Onu təbrik edirəm, çoxlu. Sonra da ki, bir də ki, qardaşım Vahidin, Hacı Vahidin də bu günləri onun da 60 yaşı tamam olur. Ay maşallah. Onları ikisini də təbrik edirəm. Onlara can sağlığı arzulayıram. Sizin neçə yaşınız var? Mənim 68 yaşım var. Ay maşallah, heç deyilməz. Heç Çox deyilməz. sağ olun. Məncə bu gözəl coşu dolu alqışlar bir də sizin ailəyə gəlsin. Gənc gümrah qaldığınız üçün. Çox sağ olun, çox sağ olun. Həmişə belə təravətli olur. Çox sağ olun. Həmişə gülsün üzünüz. Çox Pozitiv sağ olun, olarsınız. sizinlə bir yerdə. Çox sağ olun, Amin, qızım, amin. xoşbəxt İstək nəğməniz olacaq. var Həlimə xanım? Bəli, Məhəmməd Bağır Bağırzadədən axşamlar mahnısını istəyirəm. Axşamlar niyə də səsləndirməyək? Hacı Vaqifə seyrəyirəm. Həsr eləyirik. Bəli, həsr edirəm Hacı Vaqifə. Sevə-sevə biz də sizin qardaşınızı təbrik eləyirik, xalanız oğlunu təbrik eləyirik və sizə təşəkkür eləyirik ki, bizi izləyirsiniz, bizə zəng vurmusunuz. Bir yerdə dinləyək. Hazırdır o mahnı? Düşəndə tüvey dilbər xəyala axşamlar Məhəbbətə düşər min məlalə axşamlar Düşəndə tüvey dilbər xəyala axşamlar Məhəbbətə düşər min məlalə axşamlar Axşamlar, axşamlar, axşamlar Axşamlar, axşamlar, axşamlar Bir özgə ləzzəti var Aşıqlə məşuqəm Rəqibisiz yetələr Sevə-sevə axşamlar deyə səsləndik ki, yadınıza salaq. Axşam zənginin ünvanındasınız. Siz zəng vurursunuz, biz sizə alo deyirik. Şirin-şirin söhbət eləyirik. Siz Allah mənim mahnımı tapın da. Hansı mahnı idi o? Hansı mahnı idi o? Niyə yadınıza düşmür axı? SMS-lərimizdən oxuyaq. Hazırıq. O zaman nə edirik? WhatsApp-ınız bir açırıq. Baxaq görək. Elə o bir dəqiqə ərzində ancaq planşet özünə gələcək. Axşamınız xeyir yazırlar bizə. Bax orada 47-58-ə. Gör onu göstərə bilirik. 47-58 elə ən yuxarıdadır. Məhəmmədin 12 yaşını təbrik edirik.
sevə-sevə biz də bu təbriklərə qoşuluruq. İstərdim ki, Məhəmmədin şəklini ekranda da görə bilək. Açılmayıb. Eyb yox, o zaman nə edirik? O mahnıdır. Baxın. Cavanlıq ömürlük qaləydi məndən, nə devlətim, nə də varım oləydi. Düşməzdim dalıncan hər vəfasızın, əhdindən dönməyən yarım oləydi. Cavanlıq ömürlük qaləydi məndən, nə devlətim, nə də varım oləydi. Düşməzdim dalıncan hər vəfasızın, əhdindən dönməyən yarım oləydi. Dağ başına duman gələn çən düşər, sevin kədər hər insana tən düşər. Mən qoymazdım qara saça dən düşər, əlimdə öz ixtiyarım oləydi, əlimdə öz ixtiyarım oləydi. Öz ixtiyarım olaydı. Mən sizinlə daima dayanmadan həm söhbət olardım. İndi isə reklamlara ayrılırıq, ixtiyarımızla da geri qaydırıq. Akşam zəngi. Dindirmədi ey dil səni canan, əcəb oldu. Etdin nə qədər naləvi əfqan, əcəb oldu. 100 dəfə dedim vəsli təmənnasına düşmə. Yandırdı səni möhləti hicran, əcəb oldu. Yandırdı səni möhləti hicran, əcəb oldu. Get up on the beat, nigga, chillin' and I'm vibing. Gül üzlü gözəl yarın olub qeyrilə həmdəm. Çıxsın gözün olsun ciğərin qan, əcəb oldu. O zülfə könül vermə dedim, qoy desin aləm. İndi sənə divanəyi dövran, əcəb oldu. İndi sənə divanəyi dövran, əcəb oldu. Niyə yar yaxın köyünə yarın, cənnətdən uzaqlaşmadı şeytan, əcəb oldu. Yarın elə bir dövrdə gəldik bu cahana, bir gözdə göründü bütün insan, əcəb oldu. Bir gözdə göründü bütün insan, əcəb oldu. Get up on the beat, nigga, chillin' and I'm vibing. Bu arada bu gözəl aranjmanı bilirsiniz kim eləyib? Çox sevdiyim dostum Fərid ağa. Buradan bir alqışlarla atəşli salamlarımızı ona da göndərək. Onu da vurğulayaq ki, Fərid ağanın maşallah əlindən çıxan hitlər, mahnılar, illər, əsrlər boyu unudulmayacaq nəğmələrdir. İstər Mir Yusifdən olsun, Röyada olsun, Aygün xanım da olan ifalarında, Xuramanın yer aranjmanlarında məndə də var. İnşallah mənimkilər də kita çevirilər, gözləyirik. Yəqin hələ duza qoymuşuq. Vaxtı gəlib çatmalıdır, nəbzi tutmalıdır. Nəbziniz gözəl musiqilərə köklənsin. Üstünüzdə olan bütün yorğunçuluğu mahnının axarı ilə yola salasınız. Bu havanız gözəl olsun, diliniz şirin olsun, söhbətləriniz ləzzətli. Əlbət ki, təbrikləriniz də ünvanlı birbaşa 012 404 84 74 nömrəsi ilə. Mən ona dedim ki, bu elə həvəsdir, bir ömür kimizə bəsdir. Mən ona dedim ki, həyatımın ilki, axı bu nə işdir bir sevgi, ürəyimə düşdü. Daha nə edim ki, mən ona dedim ki, bu elə həvəsdir, bir ömür kimizə bəsdir.
Bizə bir sevda yazaq onu ən başdan. Sevdiyini bilməsəm, amma sevgimizin adı olmaz. İndi məni üzmədən, gizlətmədən yaşasın biraz. Mən ona dedim ki, həyatımın ilki. Axı bu nə işdi bir sevgi, ürəyimə düşdü. Daha nə edim ki, mən ona dedim ki, bu elə həvəsdi, bir ömür kimizə bəsdi. Mən ona dedim ki, bir balaca mənim üçün darıxacaqsınız. Nə qalıb ki? Bir də gözünüzü yumub açacaqsınız ki, yenə də mən sizinləyəm. Amma sizə yeni performansla gələcəm. Tapmışam özüm üçün. Hansı təqdimatda efirə çıxacağım. Baxın, görün, bəyənirsiniz ya yox. Bircə saniyə. Efirə belə performansla çıxıram. Əslində hər gün bu stulu arada söykənəndə düşünürəm ki, bir gün özümü yerdə tapacam. Bu stul ya yerdədir, ya göydədir, tuzduram bilək. Və də baxdıq ki, nixtin, ştiktin deyə gedirəm. Hara gedirəm özüm də bilmirəm, amma az qalıb. Sizə geri dönəcəm və nə deyəcəm? Alo deyəcəm. Alo. Kim? Alo. Günel xanım. Hər vaxtınız xeyir, salamlayıram. Abadınız xeyir, Günel xanım. Necəsiniz? Yaxşıyam, siz necəsiz? Sağ olun, biz də yaxşıyıq. Hardan zəng vurursunuz? Naxçıvandan zəng eləyirəm. Elə eşitdimi o necəsiz deyəndə şirinliyi eşitdim. Naxçıvandan salamlar. Canınız şirin olsun. Ay Günel xanım, neçə yaşınız var? Mənim 21 yaşım tamam oldu. Hiss olunur, çox gəncdir səsi də, maşallah. Günel xanım, nə işlə məşğulsuz? Mən tələbəyəm, hələ ki universitetdə oxuyuram. Hansı universitetdə? Naxçıvan Dövlət Universiteti 4-cü kurs tələbəsi. Bir coşqu dolu alqışlarımız bütün tələbələrimizə gəlsin Naxçıvan Dövlət Universitetində oxuyan. Fakültə hansıdır? Bizdə riyaziyyat informatika müəllimliyi. Riyaziyyat informatika müəllimliyi. Bəs istək haradır? Nə planlaşdırırsınız bitirəndən sonra? Dövlət qulluğuna hazırlaşmağı düşünürəm. Ay maşallah, xeyirli olsun. İnşallah ki zəng vurasınız ki, ilk qədəmlərimi qoymuşam, artıq o yoldayam. İnşallah zəng eləyəcəm. Biz də eləyəcəm sizi təbrik eləyək. Günel xanım. Bəli. Bu bəlkə bir Naxçıvan mahnılarından bir avaz oxuyasınız şirin gözəl səsinizlə. Mən mahnı bilmirəm, oxuya bilmirəm. Yəni. Nətər, mən də bilirəm. Mən Naxçıvanlı deyiləm, amma bilirəm. Deyir ki, ey könül, bir könül, var Naxçıvana yarım, ellərin sevimli, yarı Naxçıvan. Gördünüz, bildik, bir yerdə oxuduq. Səsə səs vermiş olduq. Günel xanım, kimi təbrik eləyirik? Mən bugün özümü təbrik edirəm, mənim ad günümdür. Ay Allah, o zaman biz də sizi təbrik eləyirik. Çox sağ olun. Happy birthday deyirik. Sağ olun, thank you. Arzularınız nədir özünüz, ay Günel xanım? Arzularım inşallah həyatımın gələcəkdə gözəl, parlaq olmasını diləyirəm. Yaxşı olar inşallah. İnşallah. Ana, ata, adları nədir valideynlərinizin? Atam İsmail, anam Çinarə, qardaşım da Nəriman. O zaman bütün ailənizin gözləri çin olsun. Əllərində, ovucularında böyüyüb uğurlarınızı qazanıb onları da sevindirəsiz deyirik. Təşəkkür edirik bu gözəl zənginiz üçün. Happy birthday səslənir. Mahnını hamı oxuyur, İngilis dilində oxuyuruq, Azərbaycan dilində, Rus dilində. Bu hansı dildir? Onu hələ indiyənəcən yoxlamamışam. Mən hər şeyi araşdırıram, öyrənib, ərəb dili də. Amma elə səslənir ki, sənə həlva, yoxsa ya qəndi, hansını istəyirsən ad günündə. Mən tort istəyirəm ad günündə, amma dietik olsun deyirəm. Buradan mənimlə şəkərsiz həyatı yaşayan hər kəsi salamlayıram. Gününüz gözəl olsun, ağzınız əsas odur şirin olsun. Bax, görürsünüz, şəkər yeməsəm də şəkər kimi bir qızam mən. Ay Allah, sizin sevimlinizəm mən. Mən istərdim ki, sizin sevdiyiniz insanları bir də ekranda göstərək. Hazırsınız?
Hadi para. Başa bela, yaşa bizim gibi paşa paşa. Keş cebimdeki size kalır. Yine üçün biri gerek. Para para direkt. Bak bana gerek. Para direkt. Bana elimizin kiri dediğim para lazım. Elimizi yıkamak için de para lazım. Bugün nefes almak için bile para lazım. Hatta ölsem bile mezar için para lazım. Kime lazım? En çok bana lazım. Bir de çek seni değil direkt nakit lazım. Bakın açık oyna çünkü bu da benim tarzım. Bizim insanlıkta gözümüz yok para lazım. Hadi para, elimizin giri başa bela. Yaşa bizim gibi paşa paşa. Keş cebimdeki size kalır. Yine üçün biri gerek. Para direkt. Bak bana gerek. Para direkt. Bana. En sevdiğim numara açık ara iyi bandır. Madem para mevzu değil beni inandır. Açsan en ucuzu bile tavuk pilavdır. Para sevmeyen de ne güzel bir insandır. Kalbimiz temiz aga deme para pul. Parayla işimiz yok olmam köle kul. Onun için kimi yer kimi yorulur. Eğer hesap ödenecekse hemen ara beni bul. Ey. Gecem gündüzüme karışır. Para için köle gibi çalışır. Kimisi de oturur ve kazanır. Kapitalin gücü için savaşır. Hadi para, elimizin giri başa bela. Yaşa bizim gibi paşa paşa. Keş cebimdeki size kalır. Yine üçün biri gerek. Para direkt. Bak bana gerek. Bana gerek. Bana direkt. Hepimize para gerek. Bu paralar o kadar çok olsun ki ilahi yerini, yurdunu, ünvanını itirəsiz. Mən sizə alo deyəndə deyəsiz ki, alo. Alo. Famil bəy. Axşamınız xeyir olsun. Abatınız xeyir olsun. Sizi narahat edən Sumqayıt şəhəri Zoras qəsəbəsindəndir. Biz də Sumqayıt şəhəri Morak qəsəbəsinə salamlarımızı göndəririk. Zoras qəsəbəsi, çox sağ olun. Corat qəsəbəsinə. Bəli. Coratda gözəl kutablar harda pişirirlər? Zoras kitabları ümumiyyətlə dəniz kənarı bizim restoranların hər birində verilir. Bizim belə Zoras qəsəbəsinin məhəllələrində də dadlıdır. Dadlı pişirən sizin bazarıqlı qadınlarımız var. Maşallah. Nə vaxt istəsəniz qonaq eləyə bilərik. Sevə, bütün kollektivi götürüb gələcəm. Bir günlük bankrot olar, ev yox. Heç bir problem yoxdur. Deyir ki, saat 11-də işdən çıxırıq, sonra gəlirik. 11-dən sonra mən yemək yemirəm. Nə istəyirlər? Bunlar yeyəcəklər, mən yenə də onlara baxacam. Yoxdur belə şey, zəhmət olmasa işdən qabaq. Nə yeyiriksə işdən öncə olsun. Nə deyirik? Bu gözəl şirin dilinizdən kimi təbrik edirik, kimə salam göndəririk, Famil bəy? Təbrikim yoxdur. Mənim atamın bir sifarişi var. Hüseynəli kişi. O Xumar Qədimova mahnılarını dinləyir. O mahnılarını xoşlayır. Dilbərim mahnısını eşitmək istəyir, qulaq asmaq. Dilbərim. Çox şirin mahnıdır. Nazlı, qəmzəli, Xumar Qədimova da. O da deyim ki, anamın adı da Dilbərdir. Ay Allah, deyin də bunu. Sən bir sevginin gücünə bax. Bəli. Maşallah. Gürültülü alqışlar gəlsin. Coşu dolu alqışlar gəlsin bu sevgiyə, bu eşqə, bu fərmana. Hardadır o alqışların səsi? Peki, həmişə belə sevirsinlər. Həmişə özləri gülsün. Can deyib can eşitsinlər. Artıq neçə ildir bir yerdədirlər? Bəli, onlar da baxırlar bir yerdədirlər. Onlar artıq neçə ildir bir yerdə yaşayırlar bir damın altında maşallah? Hardasınız 70 yaş adamdır, hardasa uzun il, belə deyək, 40 ildən çox. 40 ildən çoxdur. 42-43 il. 42-43 il. İnşallah ki, bir üstünə də 84 il bir yerdə yaşayarlar sağlam. Amin inşallah, amin. Allah bahəm eləsin, süfrənizdən, məclislərinizdən bu gözəl sevgi dolu valideynləriniz əksik olmasın. Təşəkkür edirik gözəl zənginiz üçün. Sizə isə gözəl bowlingə hədiyyə eləyirik. Hədiyyənizi redaktorumuzdan məlumatını alarsınız. Dilbərim hazırdır.
Dilbərim, dilbər, halım xarab eylər. Dilbərim, dilbər, halım xarab eylər. Xumar gözlərilə mənə əzab eylər. Xumar gözlərilə mənə əzab eylər. Dilbərim, dilbər, öz gülüm dilbər. Söylə vəfan hanı, bu qədər incidər mi sevən öz yarım? Dilbərim, dilbər, öz gülüm dilbər. Söylə vəfan hanı, bu qədər incidər mi sevən öz yarım? Dilbərim, dilbər, dilbərim, dilbər. Ekranda göstərək şəkillərimizi. Bundan sonra siz hansı mahnını verin? O da çox gözəldir. Maks Fadiyevin ifa elədiyi Uzbek bir xanımla özbəyli. Gözəl bir mahnılarım. Maksim Fadiyev. Maksim Fadiyevdən tapacaqsınız. Bizdə də Azərbaycanlılar onu oxuyublar, eynisini təkrarını ediblər. Ona bənzərin, amma onu verməyin də. Maksim Fadiyevdən olan versiyanı verin. Originalına qulaq asaq, keçən olsun. Nə deyirik? Burada təbrikdir. Axşamınız xeyir gözəl xanım. Mən Quba rayonu Qayadalı kəndindən yazıram. Çək kəndindən yaşayan anamın ad günüdür. Təbrik edirəm. Sizdən də təbrik etməyinizi gözləyirəm. Çoxlu salamlar. Ay Allah, Qubamızın gözəl anasını təbrik eləyirik. Canı sağlam, ətrafı möhkəm, keyfi kök olsun deyirik. 47-89-a bax. Rəvan 17 yaşın mübarək. Elə 47-89-u sən etiketlədiyindir. Ekrandadır. Rəvan bəyimizi göstərək. Günün mübarək. Happy birthday, ay Rəvan. Rəvan, qalstuk forma sənə çox yaraşır, amma tələsmə. Hələ qabaqda o qədər ilim var ki, o qalstuku çıxardıb atmaq istəyəcəksən. Növbəti 24-64. Burada geçən qızımız var. Mamamın balası, parla, balamın şəklini göstərin lütfən. İrandan yazırlar. Əlbət ki, göstərək. Göstərin, niyə göstərmirsən ki? Ay Allah, nə qəşəngdir bu qız. Ay yox, sən o birisini açdın. Bu 59-80-dir. Salam, nəvəm səni sevirəm deyir. O, hər gecə sənin verilişinə baxır. Nəvəniz məni sevir. Ay Allah, mənə deyir ki, şəklimi sənə göndərim. Biz sənin verilişinə Tehrandan baxırıq. Burada da İrandandır, amma Tehrandandır. Nə gözəl. Bizi izləyir, bizi sevir. Mən də sizin nəvənizi sevirəm. Qırmızı papaqdır maşallah. Ay Allah. O birisi də İrandandır, bax. 24-64. Verdik, bax. 24-64-də bax. Mənim balam parla. Şəklini göstərin, lütfən yazır. Şirindir. Hələ onun birisi şəkli də var. Yox, orada geçən tortu var idi çizgi filmdən. Nə edirik? Salam, axşamınız xeyir. 46-26-ya bax. Məryəm, 11 yaşı olur. Ucar rayonu, axşamınız xeyirli olsun, Ucardan yazıram. Məryəmin ad günüdür sabah, onu təbrik edək. Ay Allah, Məryəmimiz elə özü də Gönçə güldür maşallah. Doğum günün mübarək Məryəm balam. Tapdım. Salam. Bu səfər Eldar deyirəm, Eldarə xanımam. Ay Allah, ölürəm mən. Sən Allah, bu 44-61 kimdir? Bu Eldardan qutaram məni. Xanım, deyir, atam və anamı göstərək. Atasını və anasını salamlayırıq. İrana qucaq dolusu salamlar göndəririk. Allah haqqı Elladadır. E-L-L-A-D-A. Aparıcınız Eldar deyir. Mən Eldar deyiləm, mən Elladayam. Ellada.
Teşekkür edirəm. 99-40. Ay, nə qəşəng qızdır bu. Siz çox gözəl xanımsınız. Sizi çox sevirəm Ellada xanım. Mən də səni çox sevirəm. Sən də çox gözəlsən. Maç eləyirəm buradan səni. Sən gözlərə bax. Ay Allah. Bəxtin də inşallah üzün kimi gözəl olsun. Gözəl qızım. Sizdən çox xahiş edirəm, biz də təbrik eləyəsiniz. Axşamınız xeyirli olsun Ellada xanım, necəsiz? Bugün qardaşım oğlu Ramizin 20 yaşı tamam olur. Onu anası Zəminə, atası Ramil, bacısı Fədai, bacısı qızları İnci Banu və bibisi mən, yəni Ruhəngiz təbrik edirik. Çox sevirik, çox xahiş edirik. Oxuyasınız, öpürəm səni gözəl balam. Biz də təbriklərə qoşuluruq. Nə qəşəng nurani oğlunuz var sizin. Ay Allah. Doğum günü mübarək. Gözəl qardaşımız. Göstərdin, salam, axşamınız xeyirli olsun. İki qardaşdılar, eyni də ad günləri. Elşən, İskəndər, zəhmət olmasa təbrik edin. Sizi izləyib sevirik. Mən də sizi buradan salamlayıram. Elşən və İskəndər, doğum gününüz mübarək. Nə gözəl. Yaş fərqi var amma yəqin ki, mən belə başa düşürəm. Amma onu deyə bilərik ki, sizin valideynləriniz heç əziyyət çəkməyiblər. Bir gündə deyir, durnanı gözündən vurublar. 2 dənə övladın da doğum tarixini düz tutuldurublar ki, bir bayram elib dolu hədiyyə alsınlar. Gününüz mübarək olsun. Aha, mən mahnım. Varamadım. Ben kendimi nerelere koysam, şimdi nerelere gitsem olmuyor. İçimde bir ıssız liman, oraya kimse uğramıyor. Aldığıma verdiğime müteşekkir değilim sanma. Lakin içimde bir kopuk tel var, oraya kimse dokunmuyor. Ben de küskün halini, yaşlı bahaneni arkamda bırakıp baktım yoluma. Kalbin sancısına, aşk yancısına yok ilişmem bir daha. Ne deyirik? Ben kendimi nerelere koysam, şimdi nerelere gitsem olmuyor. İçimde bir kopuk tel var, oraya kimse uğramıyor. Aldığıma verdiğime müteşekkir değilim sanma. Lakin içimde bir kopuk tel var, oraya kimse uğramıyor. Elbet ki oraya uğrayan neler var? Güzel bir zevklerimiz var. Siz arıyorsunuz, ben size hemen alo diye söyleniyorum. Hani arasanıza ya. Sizden vurun, ben size seve seve alo deyim. Bakın görüm hardadır. Bu şekilde biz bir dəfə də vermişik. Göstərək nə olar ki? Xahiş edirik, baxın. Baxırıq. Axşamınız xeyir Ellada xanım, necəsiz? Sizi çox sevirik. Verilişinizə hər axşam baxırıq. Gözəlsiz. Xahiş edirik, mesajımızı oxuyasınız. Noyabrın 1-i anamın ad günüdür. Onu təbrik edirəm və anama uzun ömür, can sağlığı arzu eləyirəm. Şəklini monitorda göstərin. Oxuduğunuz üçün minnətdarım. Çox sağ olun Bəxtiyar bəy. Biz də sizin təbrikinizə qoşuluruq. Ananıza can sağlığı, uzun ömür arzu edirik. Salam, mən sizi görən boydan izləyirəm. Qızım Zəhranın ad günüdür. İstəyərdim siz də onu təbrik eləyəsiniz. Ay, bu nə qəşəng qızdır. O gün olsun, o maşın o qızın olsun. Necə də yaraşır? Çox qəşəngdir. Bax, orada bir dənə də var. 2 yaşı olub. Kürdəmirdən salamlar. Oy Allah, yanaqlarına bax bunun. Deyir, ilahi, bu məktəbə məni kim gətirdi? Bu kitabların qabağına kim məni qoydu? Hələ ürəyim qurban, orada plastilindir, kitabları hələ var.
Hədif və Baxşad da hazırlaşırdı məktəbə. 2 yaşı var. Kitabla nə edəcək? Hələ oxuyur. Salam, axşamınız xeyir. Bacım, İnciyə pəri-pəri mahnısını oxutturmaq olar. Olar, əgər siz zəng vursaz. 012 404 84 74 nömrəsinə. Amma 96-92-ni göstərə bilirsən tez. Onu da göstərək, reklama ayrılaq. Bacımız İncini göstərək. Fonda da geçen mahnı daha eşidirəm. Qızımız da maşallah çox gözəldir. Başında quzu var. Mən buranı dağlığa oxşatdım. Yəqin ki, hansı gözəl bir məkanlardan biridir quşələrimizdən. Biz gedib çıxa bilmədiyimiz. Nə deyirik? Dağ başında quzu var, ah o kimi gözü var. Dağ başında quzu var, ah o kimi gözü var. Qız oğlanı seversə kimin ona sözü var. Ay qız oğlanı seversə kimin ona sözü var. Bizim reklamımız var, sonra görüşərik sizinlə. Akşam Zengi. Streste bir yandan, show business'te bir yandan, SOS. Suallar presse bir yandan, bütün gün streste bir yandan, show business'te bir yandan, SOS. Işığı yandırsın Edison. Hayatım kino, özüm rejisör. Daim ireli, bu değil hele son. Sesim sesinizle unison. Köhne dalga, yeni antena. Hayatımda her şey şampullena. Teze parolum birden ona. Sesim tanış mikrofona. Suallar presse bir yandan, bütün gün streste bir yandan, show business'te bir yandan, SOS. Suallar presse bir yandan, bütün gün streste bir yandan, show business'te bir yandan, SOS. Bax, bax. Mənim adım. Gör nə qəşəng adım var. Görsən, bəyəndin? E-L-L-A-D-A. Bəli. Deməli, mən dünyaya gələn gündən adım Elladadır, Elladadır. Sizə qurban olaram deyəm, bunu belə qoyacağım, qoy plakat olsun. Bax, mənim operatorum çəkdi, gördük. Hamı mənə Eldardan zatdan deyir, dedim, al. Deyib burada qoyaq, qoy hamı görsün. Ellada. Deməli, bu adın gözəl tarixçəsi var. Mənim haqqımda hələ ki belə təzə məlumat almışdı valideynlərim. Ad fikirləşirlər. Əslində adım olmalı idi Aleksandra. Mənə qısaca Saşa deyəcəkdilər. Aleksandra adını çox bəyənirdi valideynlərim. Sonra dedilər ki, yox. Qaldılar Hülya ilə Aleksandra arasında. Çox bir-birinə aid olmayan, tamamilə başqa adlar idi. O da niyə? Atam Rus olduğuna görə, anam Azərbaycanlı, 2 fərqli adı düşünürdülər hansını qoysunlar. Axır dostlarının evinə qonaq gedərlər və o qonaqlıqda qədimi kitab açıblar, böyük. Oradan A-dan tutmuş Yaya kimi bütün adları oxuyublar. Qonaqlıqdan çıxanda yolda gedərkən belə, hələ onda valideynlərimin nə maşını var idi, nə bir şey, avtobus dayanacağına gedirmişlər. Atam anamdan soruşub ki, Anira xanım, oradan bir ad bəyəndiniz? Anamın adı Anira idi. Atamın da Mixail. Deyir ki, bəyəndim. Bir dənə orada bəs Ellada adı yadımda qaldı. Amma bilmirdilər, mən qız olacağım ya oğlan. Sona qədər bilməyiblər. Mənim cinsimi öyrənməyiblər. Onlar istəyib ki, sürpriz olsun onlar üçün.
Və eləcə o Elladanı atam da qayıdıb deyib ki, mən də o adı çox bəyəndim. Nə gözəl fikirlərimiz üst-üstə düşdü. E-L-L-A-D-A. Onun tarixçəsi ilə adı deyib gözəldir. Nənəm də mənim üçün yeni il hədiyyəsi hazırlayıbmış. Yeni il hədiyyəsində bütün oyuncaqlarım, soskan falan hamısı göy rəngdəymiş. Evə gələndə atam qayıdıb ki, bəs biz ad fikirləşmişik. Deyiblər, nədir adı? Nənəm də dalaşırmış ki, Aleksandr olmasın, nəm Hülya olsun, Hülya olmasın, başqa bir ad olsun. Axır bu Aleksandradan, Hülyadan gəlib çıxmışıq ən neytral zonaya. Yunanistanın adına. Ellada. Deyiblər, nə Azərbaycan olsun, nə Rus olsun, nə Ləzgi olsun. Qoy heç kimin xətrinə dəyməsin. Onun üçün də bu gözəl adı nənəm eşidən kimi gedib bütün oyuncaqlarımı dəyişib, deyib bu qızdır. Adı da Elladadır. Elladam. Axırda da oradan bir dənə Ellada çıxıb. Bugün də o Ellada hər gün efirə çıxır, sizi salamlayır. Burada mənə yazıblar ki, anam sizə baxır. Hər gün televiziyada deyir ki, qoy baxım görüm nə var, nə yox. Ellada xanım var. Deyir, siz çox məşhur olmuşsunuz, xəbəriniz var. Da bir zəhmət, bu məşhurluğun içərisində mənim adımı da yadınızda saxlayın. E-L-L-A-D-A tərsinə. Gördünüz? Mən sizə nə deyirəm? Hər axşam alo deyirəm. Alo. Alo. Ay Allah, necəsiz? Yaxşıyam, sağ ol qızım, sən necəsən? Şükür, mən də yaxşıyam. Hardan zəng vurursunuz? Mənim nəvəmin ad günüdür. O gün zəng vurmuşdum sənə. Aydə nənə. Aydə nənə, xoş gördük Aydə nənə. Xoş gördük səni qızım. Allah səni xoşbaxt eləsin. Cümləmizi, sizin nəvələrinizi də onların içində mənim də. Nəvələrim olsun, nəticəm olsun, onları təbrik eləyəsən. Amin. İnşallah. Nəticə nədir? O gün olsun kötücə görəsiz. Oy, sağ-salamat, sənin sağlığına. Qızım, hamınızın sağlığına. Amin, inşallah. Allah yaxşı eləsin dövranımızı. Amin. Allah dilinizdən eşitsin. Aydə nənə, bir nəvəmizi gözəl-gözəl, dolu-dolu təbrik eləyək. Çox sağ ol. Nəvəmin ad günüdür bu gün. Hüseynov Sabir Pərvizoğlu. Biz də onu təbrik eləyirik, can sağlığı arzu eləyirik. İnşallah ki, böyük kişilərdən olsun, səsi, sədası, gözəl ünvanlardan gəlsin. Onu verməzdən əvvəl bir də bunu göstər. Bax, adımı yazandan sonra gör nə qəşəng hərflər göndəriblər mənə. Da ekranda verməyəsən deyə. Nömrə? Yox, burada sadə şeydir, E hərflərdir, ona görə baxın. Ay Allah, çox qəşəngdir, çox qəşəngdir. Göstərdilər. Tadam! This is me. Qoy hər kəsə qismət olsun, qənddən baldan şirin nəvə. Ömrümüzün bəzəyidir, övladdan da şirin nəvə. Tərgüdür nəvə, nəsildir nəvə, övladdan da şirindir, şirindir nəvə. Dövlətdə dəvə, övladda nəvə, deyib bu sözü atalar belə. Şirin şirindir nəvə, şirinlə şirin nəvə, övladdan da şirindir, şirinlə şirin nəvə. Şirin şirindir nəvə, şirinlə şirin nəvə, övladdan da şirindir, şirinlə şirin nəvə. Şirin-şirindir nəvə deyə-deyə bu arada bilirsiniz mən dünyaya nə vaxt göz açmışam? 16 aprel səhər saat sübh tezdən 6-nın yarısından hamını oyatmışam ki hazırlaşın mən gəlirəm. Evinizə qonaq gəlirəm demişəm və hər axşam da sizin evinizə, ocağınıza gözəl-gözəl qonaq gəlirəm. Qonaq gəlirəm ki sizə doyunca necəsiz deyim, özünüzü necə hiss edirsiniz, necə? Qoç bürcüyəm, qoç bürcü. İlimdə öküzdür. Arada öküzlüyüm tutur, amma sonra özümü yığışdırıram ki, mən xanım, xatun bir xanımam, 49-22. Hələ bir buynuzlarım var ki, ay Allah. Anam belə yağzat sürtür ki, valla bir gün o buynuzlar qalıb yolda qırılacaq. Eləmə, eləmə. 49-22. Lütfən bu gözəl şəkilləri göstərin. İrandan zəng vururlar, yazırlar bizə. 49-22. Ay, nə topuşdu.
Mənim 9 yaşım olanda mən eynən bu toppuş qız kimi idim. Bax bu birinci. Tatış belə. Sonra oldum belə incə-mincə qəşəng qız. Dəyişi gedirik. Onun üçün də toppuşlarını yemək lazımdır. Yanaqlarını dişləyib yemək lazımdır. 60-41. Ay Allah, mənim şəklimi göndəriblər. Hə, şəkli göstərəyin nəvəni. Burada çox deyir. Ay Allah, bu nə qəşəngdir. Hə, yaxşı. Deməli, sizdən bir xahişim var. Nəvəm Mehdi məndən uzaqdadır, görmürəm. Şəklini göstərsəz minnətdar olaram. Sevə-sevə niyə göstərmirik? O birisi şəkili də var. Hani o birisi şəkili? Aa, o mənəm. Bəli, bu mənəm. Bu da sizin nəvənizdir. Qəşəng qızdır, maşallah. 85 ona baxaq. Salam. Məhəmmədin 12 yaşını təbrik edirik. Ona can sağlığı, uzun ömür arzu edirik. Hanı Məhəmməd? Bu Məhəmməd deyil, bu Elladadır. Dəyiş onu. Из раты моя девочка плакала, а там за окном цветет, идет реальная жизнь. А солнце светит всем одинаково, любовь идет под разными флагами. Встречай же ее, открой, дыши, реальная жизнь, прекрасная жизнь. Солнце светит всем одинаково, из-за ты моя девочка плакала, ведь там за окном цветет, бежит реальная жизнь, прекрасная жизнь. Deməli, burada bizə həm İran dilində deyəsən yazıblar, onu başa düşmədim. Amma burada İngilis dilində də bir balaca yazı var. Hi, I'm from Iran, card. You're very good Turk, Iran and brother and sister. Belə başa düşdüyüm qədərilə biraz qırıqdır, amma eybi yox. Buradan deyir, mən İrandan sizi salamlayıram. I'm from Iran, İranlıyam. Və çox gözəl Türk, Azərbaycan, İran və Azərbaycan qardaşlarımı, bacılarımı da salamlayıram. Biz də sizi salamlayırıq. Xoş gördük bizim efirimizdə. Davam eləyək. Salam, axşamınız xeyir, necəsiz? Mahnı istəyirsiniz? 012-404-84-74 nömrəmizi zəng vurursunuz. Lütfən bu şəkilləri də göstərin. Ay Allah, bu çox qəşəngdir. 0319-a bax, Təbrizdən salamlar. Selim bizi çox sevir. Mən də Selin'i çox sevdim. Hoş! Çox qəşəngdir. Yunan mahnısı gedir fonda. Onun səsini biraz artırıyor. Σε ένα λεπτό ήταν η στιγμή που σε είδα εκεί, να έχεις μες στην αγκαλιά σου κάποια άλλη εσύ, να τη χαιρέσαι την καινούρια σου αγάπη, να τη χαιρέσαι και να με κέρνας φαρμάκι, να τη χαιρέσαι. Όμως μακριά από μένα, γιατί αγάπη μου στα έχω ξανά υπομένα. Πότε σε δω αγκαλιά με χημικά που θα πω τρελαθώ και θα πιω μέχρι θανάτου. Πότε σε δω αγκαλιά με χημικά που θα πω τρελαθώ και θα πιω μέχρι θανάτου. Yunan mahnında gözəl bir mahnı var. Deyim görüm onun sözlərini tapa bilirəm buradan. Tapsaydım onu da bir bənd oxuyardım sizin üçün. Haradadır bu? Hə, səhv yazmışam. Aa, yoxdur məndə. Eyb yox, qoyun taparam, onu oxuyaram.
Yox, ay Allah, nə pis oldu. Çox maraqlıdır, nə əcəb yoxdur. Sizə başqa bir dildə oxuya bilərəm mahnı qəşəngdir. Tapım onu, nə olar ki, fərqli olsun. Qoy efirimiz gözəl olsun. Kristina, hardadır mənim Kristinam? Kristina. Hardadır bu mahnıların sözləri? Deyəsən tapdım. Qazax. Mən işə verəməm. Komentara. Tapdım. Tapdım. Neyim? Tapdım. Mahnını da tapmışam. Sözlərini də tapmışam. Sadəcə istədiyim mahnı budur. Bu Belladır. Amma da sıfırmışsın. Birini də tapdım. Deyən görüm. Hardadır? Belə gedir mahnı deməli. Məncə bu mahnını hamı əzbərə bilir ritmini. Amma biraz fərqli oxuyaq. Deyir ki, Dès que j'avais ça j'avais capuché parce que je vais trop cramer. J'avais ça avec équipe, armée, je m'organise comme si je mourrais jamais. Mon amour, je vais en retard, être seul, fait peur. Il faut tous des petits tas, les qui se pour seul, la guitare. Hi nanani nina hoy, hi nanina nina hoy, hi nanina nina hoy, hi nanina nina hoy. Je veux des choses regrettables, c'était toujours un peu tard. T'aimes l'équipe, le guitare. Je comme ça, la guitare. Passe de rien au garder. De toute façon, je vais sur le piano. Petit cœur à réparer. Sonra nədir burada? Encore petit cœur à réparer. Hay nanina nina hoy. Hay nanina nina hoy. Hay nanina nina hoy. Nanina nina nina hoy. Sevdiyimiz bir nəğmədir, amma bu səfər onu fransız dilində oxumuş olduq. Teşekkürlər. Çox mərsi. Bir vaxtlar yadımıza gəlir, qəşəng bir mahnı var idi, onu birazdan sizin üçün oxuyaram. Amma onu oxumazdan da əvvəl keçin biraz da təbriklərimizə. Təbriklərimizdən gözəl kəlmələrimiz var. Salam sizə İran Culfa şəhərindən, Kuri kəndindən yazırıq. Biz sizi hər axşam izləyirik. Mən də sizi, məni izlədiyiniz üçün çoxlu öpürəm buradan. Yaxşı ki, varsınız. Və əlbət ki, gözəl nəğmələri sizin üçün ard-arda, silsilə olaraq səsləndiririk. Sonra burada yenə də təbrikimiz var. Axşamınız xeyir, Rusiyanın Saratov vilayətindən narahat edirik. Sizdən xahiş edirik. Gözəl bir muzika səsləndirəsiniz. Səsləndiririk, biz dayanmadan muzika səsləndiririk. Musiqilərdən boluq. Deməli, bax orada 4196-da şəkillərimiz var. Ariyanın ad günüdür. İran Şabistar, axşam zəngi. Ellada xanım, əlbət ki, buradan Ariyanı da təbrik edirik. Birazdan Ariya da oxuyacaq. Harada da Ariyamızın şəklini göstər. 4196, bax. Aça bildin? Alo, 4196. Alo, pronto. 4196, şəkil. Ariyanın ad günüdür. Deməli, Təbrizdən salamlarımız var. Ellada can, mən də Təbrizə can dolusu salamlar göndərirəm. Ariya budur. Ay Allah, nə qəşəngdir. Biz də salamlarınıza qoşuluruq, təbriklərinizə qoşuluruq. İnşallah səsi ucalardan gəlsin. This is last one. Doğrudan. Mən sizdən doymadım. Deyən yaxşı qoy bir dənə bunu da oxuyum da. Görün bunu oxuya bilərik. Tapmadım. Yox, sözlərini tapmadım. Gələn səfər sizin üçün oxuyaram. Amma nə deyə bilərəm? Axşamlarınız həmişə şirin keçsin. Gözəl avazında axarında olsun. Mən sizinlə hər axşamı paylaşıram ki, gününüzün yorğunçuluğunu unudasınız. Stressdən, sizi yoran hər nə varsa, hər bir şeydən uzaq olasınız. Çünki Ellada orada varsa, MTV-də pozitiv, gözəl bir veriliş sizi gözləyir. Hər həftə içi 5 günü sizinlə birlikdə oluram. Tezliklə görüşmək ümidi ilə. Sonunda kurduğum ne varsa günahkar öz
olsun sen